Sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən 20 balıq limitə yenidən baxıla bilər. Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib. Təklifin qanunvericilik müstəvisində müzakirəyə çıxarıldığı qeyd edilir. Yol ayrıcına və yaxud piyada keçidindən 5 metr qalmış, səkidə parklanma, ikinci cərgədə avtomobilin saxlanması, avtobus solağı və digər bu kimi hallara görə 2 və daha artıq cərimə balları, bəzən də bilməyərəkdən edilən səhvlər, yol verilən qayda pozuntuları. Bütün bunlar sürücülərin cərimə ballarının artmasına gətirib çıxarır. Bakıda da bilirsiniz, dayanmaq, durmaq, adam mindirmək, adam düşürmək çox ciddi problem. Sürücülərin bugün 10-dan 7-sini narahat edən məsələ bəs budur. Cərimə balları ilə bağlı məhdudiyyət indi 20 bala qədərdir. 20 bal və daha artıq olduqda artıq sürücü hüququ məhdudlaşdırılır. Bildiyim qədərilə belə bir fikir var ki, bunu 30 bala qaldırsınlar. Dünya təcrübəsində isə rəqəmlər fərqlidir. Məsələn, bir çox Avropa ölkəsində 50 və ya 100 baladək limit qoyulub. Bəs mövcud qanunvericiliyə əsasən sürücünün cərimə balları 20-ni keçdikdə ona hansı cəza növü tətbiq edilir? 6 aydan 1 ilə qədər müddətə, o cümlədən bəzi hallarda 2 ilə qədər müddətə sürücülük hüququnun məhdudlaşdırılması intizam tənbihini əldə edirlər. Milli Məclisdə bununla bağlı müzakirələr aparıldığı zaman İnzibati Xətalar Məcəlləsinə, o cümlədən digər yanakı qanunvericilik aktlarına müvafiq əlavə düzəlişlər olunmaqla cərimə ballarının maksimal həddi müəyyən oluna bilər. Məhdudiyyət müddətinin hesablanması sürücülük vəsiqəsinin dövlət yol polisinə təqdim olunduğu tarixdən başlayır. Əgər şəxs sürücülük vəsiqəsini özündə saxlayarsa, həmin müddət faktiki olaraq dondurulur və ya sadə dildə desək sayılmır. Yəni 6 ay keçmiş hesab olunmur. Bu isə məhdudiyyətin vaxtının uzanması ilə nəticələnir. Müəyyən edilən müddət tamam olduqdan sonra isə sürücülük hüququ yenidən bərpa edilir. Nigar Babayeva, Zaur Haşimov, Telesər.